Dünyada ikinci hesab edilən Ağdam Çörək Muzeyi, MDB-də birinci və yeganə çörək muzeyidir. Muzeyin yaradılması ideyası Rayon Partiya Komitəsinin birinci katibi olmuş Sadıq Murtuzayeva məxsusdur. 1982-ci ildə muzeyin açılacağı dəyirmanda təmir bərpa işləri aparılıb və bir il sonra muzey ilk ziyarətçilərini qəbul edib. Çörək muzeyinin yerləşdiyi dəyirman isə 19-cu əsrin sonlarında rayonun tanınmış nəsillərindən olan Qarayevlər tərəfindən inşa edilib. Sovet dönəmində dəyirman həyəti adlanan bu ərazidə gələn qonaqlara hazır məhsul təqdim edə bilmək üçün dəyirman da tam işlək vəziyyətə gətirilib. Muzeyin eksponatları arasında qədim taxıl nümunələri, nadir dənli bitki növləri və müxtəlif alətlər yer alıb. Ən qədimi isə eramızdan əvvəl 7-ci minilliyə aid daşlaşmış buğda dənləri idi. Lakin Ağdam Çörək Muzeyi uzun müddət fəaliyyət göstərə bilməyib. 1992-ci ildə ermənilərin atdığı mərmi nəticəsində muzey yararsız hala düşüb və burada olan 1500-ədək eksponat yanaraq məhv olub. Ağdam şəhəri işğaldan azad edildikdən sonra isə muzeyin qalan hissələri tarixi abidə kimi qorunub saxlanılır.